Salam yoldaşlar. Bu gün keçirilən OTK testini izah edirəm. 2 və 3-cü qrupların sualları eyni suallardır. Deməli 11-ci sinif suallarını izah edəcəm. 31-ci sualdan başlayaq. 1699-cu ildə Osmanlı dövləti Prut müqaviləsi 1711-dir. Yanlışdır. Mərkəzi Avropada xeyli ərazilər itirildi. Bu doğru cavabımız B bəndi olacaq və onu da bilirik ki, Osmanlı dövləti 1699-dan sonra geriləmə dövrünə daxil olmuşdur. Krım xanlığının müstəqilliyini itirməsi 1783-cü il olacaq. Aydın Rusiya Qaradənizdə üzmək hüququ verildi 1774. Kiçik Qaynarca sülhüdür. Səfəvilər dövlətin mühüm ticarət yollarını işğal etdi. Bu da aid olmayacaq. Cavab olacaq deməli B bəndi. Deməli 32-ci sual. Qərbi Roma imperiyasından fərqli olaraq bizə Bizansa aid olan xüsusiyyət lazımdır. German tərəflərinin hücumlarına məruz qalmışdı. Bu Qərbi Romaya aiddir. Götürmürük. Ərəb xilafətində müharibələr aparmışdı. Cavabımız B bəndi olacaq. Qərbi Roma 476-ya qədər mövcud olmuşdu. Bizans isə 1453-ə kimi. Ərəb xilafəti Bizansda müharibə aparmışdı, amma Qərbi Roma aparmamışdı. Roma imperiyasının qərb ərazilərini əhatə edirdi. Bu Qərbi Romaya aiddir. Şərq əraziləri də Bizansa aid idi. 4-cü əsrin sonlarında hər ikisi meydana gəlmişdi. Bu oxşardı, amma bizdən fərqliyini soruşur. Erkən orta əsrlərdə süqut etmişdi. Bu da sadəcə Qərbi Romaya aiddir. Erkən orta deyilsə 3-11-dir. Yox, erkən sözü olmayanda orta əsrlər deyəndə isə 11-15-ci əsrlər götürür. Burada cavabımız olacaq B bəndi. 33-cü sual. Şirvanşah və Teymur dövlətlərinə aid oxşar xüsusiyyətləri, oxşarlıqları türk mənşəli sual tərəfindən əsasını qoyması bu yanlışdır. Çünki Şirvanşahlar dövləti bir məziyyətlər və ərəb mənşəli sualı tərəfindən əsas qoymuşdur. Bir yanlışdır. Bir yanlış olduğu üçün Y-ni və S-ni silərik. Aha. 2. Qaraqoyun dövlətinin hücumlarına qarşı mübarizə aparılması, bu doğrudur. Şirvanşahlar 1412-ci ildə Qaraqoyunlara qarşı mübarizə apardılar Kür sahil döyüşdə. Deməli, Teymurlər də ki, 1458-ci ildə Cahanşahın hücumuna məruz qalmışdı. 2 doğrudur, cavabımız 2 ilə başlayacaq. Baxın, 2-nin 100% doğru olduğunu bilsək, əminik ki, 2-dir də. Cavabımız D-ni və A-nı da silə bilərik. Cavabımız B olacaq. Amma digər variantlara baxaq. Müəyyən müddət Təbrizdə hakimiyyət ələ keçirilməsi, bəli. Həm Şirvanşahlar, həm də Teymurlər müəyyən müddət Təbrizdə hakimiyyət ələ keçirmişlər. Abbasi xilafətin zəifləməsi nəticəsində meydana gəlməmişdilər. Bu Şirvanşahlara aiddir, Teymurlara aiddir. Onun üçün 4 də yanlışdır. Cavab olacaq 2-3 B bəndi. 34-cü sual. 1920-ci ilin yayında hərbi qüvvələrin Naxçıvan ərazisinə daxil olan dövlətləri xəritədə müəyyən edin. Bu hansı dövlətlərdir? Bir Rusiya idi, bir də Türkiyə idi 1920-ci ildə. 2 ilə 3 olacaq B bəndi. Daha sonra Naxçıvan statusu müəyyənləşdirildi Qars və Moskva və Qars müqavilələrlə 1921-ci ildə və Naxçıvan Azərbaycan tərkibində saxlanıldı deyirik. 35-ci sual. 1470-ci illərdə Moskva knyazlığının Ağqoyunlu dövlətinə elçi göndərməsinin məqsədlərini müəyyən edin. Qızıl Ordu dövlətinə qarşı ittifaq yaratmaq bir bu olacaq. 2 dövlət arasında ticarət əlaqələri tənzimləmək doğrudur. Qafqazda İngiltərənin Moskva şirkətinin fəaliyyətinin qarşısını almaq xeyr, bu deyil. Ümumiyyətlə, Moskva şirkəti 1555-ci ildə yaranmışdı, yadımıza saxlayaq bunu. Trabzon torpaqlarını geri almaq üçün Ağqoyunlu dövlətinə yardım etmək xeyr, belə bir məqsədləri yoxdur. Ağqoyunlu tacirlərinin yenidən Qaradənizdə birbaşa çıxışını təmin etmək xeyr, sadəcə ikisi var. 1-2 olacaq, cavab olacaq A bəndi. 36-cı sual. 2023-cü ildə sentyabrın lokal antiterror əməliyyatlarından sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilmiş tədbirlər və 2023-cü ildə sentyabrdan sonra olsun. Xudafərin körpüsünə Azərbaycan bayrağının sancılması 44 günlük müharibə vaxtına aid 2020-ci ildə. Bu aid deyil. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminin keçməsi 2021-dir. Yəni bizdə 23-dən sonra və işğaldan azad edilmiş torpaqlarımızda olan soruşur. Hərbi Qənimətlər Parkı Bakıda açılmışdı, bu aid deyil. Xankəndində Zəfər Paradının keçirilməsi, bəli. 2023-cü ildə 8 noyabr tarixində, 2023-cün 8 noyabrında deməli Zəfər Paradı keçirilmişdi Xankəndində. Və məntiqi olaraq da düşünsək ki, 2023-cü ilin sentyabrda baş verən lokal antiterror tədbirləri Xankəndin Xocalanın azad edilməsi ilə birlikdə sona çatdı. Və yəni Xankəndində Zəfər Paradının keçirilməsi, yəni məntiqlə düşünsək D bəndi düzgün qalır. 37-ci sual. Deməli, deyir ki, Cənubi Azərbaycan 1-2-3, 1905-11, 1917-20, 1941-46. Təbrizin demokratik hərəkatın mərkəzinə çevrilməsi bütün dövrlər üçün doğrudur. 4-də olacaq A. 4-də A olduğunu bilsək C-ni istərik, D-ni istərik, B-ni istərik.
Daha sonra ilk dəfə qanunverici səlahiyyətə malik əncümənlərin yaradılması. Baxın, ilk dəfə deyil. İlk dəfə nə vaxt olmuşdu? 1905-11-də. Biri olacaq B. Birə də B olacaq. Avtomatik A da getdi. 2-yə S olacaq. Xiyabanının Qacar hökumətinin muxtəriyyə tələb etməsi 2-yə C. Baxın, bir də onu deyim. 1905-11-ci ildə məşrutə hərəkatı dövründə muxtəriyyə tələbi yox idi. Muxtəriyyə tələbi 2 ilə 3-cü dövrdə var idi. Yəni 2 ilə 3-də var idi. Azərbaycan dilinin Cənubi Azərbaycan ərazisində dövlət dili elan edilməsi bu 41-46-ya aiddir və həmçinin əmək haqqında qanun verilməsi 41-46-ya aiddir. Cavab olacaq nə? Y bəndi. 38-ci sual. Səbəbi Osmanlı müharibələri. Baxın, əgər bundan əvvəlki testlərimi işləyirsinizsə, yəni bu tipli testlər belə izahlarını yerləşdirin. Çalışın bundan imtahana qədər də səhifəni aktiv şəkildə izləyin kanalımca. O testləri işləyib daha hazırlıqlı şəkildə imtahana gedə bilərsiniz. Uyğunluğu soruşur. Səbəbi Osmanlı müharibələri. 1514-1555. Sərhədlərin şərqi və cənub-şərqi Anadolu ərazilərinin itirilməsi. Bəli, bu 1514 Çaldıran döyüşü nəticəsindədir. Biri A-dır. Biri A-nın olduğunu bilirik ki, Y-ni silirik. Daha sonra D-ni silirik, B-ni silirik. Baxın, bu tipdə işləyin ki, testləri, indidən işləyin ki, testləri. İmtahana gələndə avtomatik verdikdə rahat şəkildə cavabı ala biləsiniz. Amma üstündən xətt çəkməyəndə variantlar gözünüzdə qarışacaq bir-birinə. Amma mütləq üstündən xətt çəkin. Dəqiq bilirsiniz ki, bu torpaqları itirilmişdi və 1514-də də məğlub olmuşdu Səfəvilər və birdə A olacaq. Daha sonra birə görürük ki, 2 dənə variant qalıb, B qalıb. Təbrizin Sultan 1-ci Həmin qoşunlar tərəfindən işğal edilməsi. Bəli, işğal edildi, amma daha sonra geri çəkilmişlər. Ərzuncan müşavirəsinin keçirilməsi bu ümumiyyətlə Səfəv dövlətinə aid deyil. Yəni dövlətdən əvvəlki dövrə aid də 1499-cu ildə olmuşdu. İkinci hissəyə baxırıq. 1578-90-cı illər. Çıldır döyüşündə Osmanlıların qalib gəlməsi. Bəli, Osmanlılar qalib gəlmişlər Çıldır döyüşündə və ikinci dövrə aid 1578-də 2-yə A olacaq. Amasya müqaviləsi ilə yekunlaşması bu birinci dövrə aiddir. B yanlışdır. Daha sonra C-də Şah 2-ci İsmayılın hakimiyyət dövründə deyil. 1-2 Şah Məhəmməd Xudabəndinin dövrüdür. Deməli C-də yanlışdır. Cavabların nə? C bəndi. 1639 Xorasanın azad edilməsi. Bu nədir? Aid deyil. Xorasan azad edilmişdi 1599-da. Amma bizdə 1639. Həmçinin də yoldaşlar, Səfəvi Osmanlı müharibəsini soruşur. Xorasanın azad edilməsi Şeybanilərdən almışdı Xorasanı. B. Sufyan döyüşündə Səfəvilərin məğlub edilməsi. Bu 1585-ci ildəki Sufyandır. Əgər desə Səfəvilər məğlub 1585-ci ildəki Sufyanı soruşur. Ümumiyyətlə 2-ci Sufyan yazılanda, soruşulanda qarşısından 2 yazılır adətən. Yəni 95% hallarda 2-ci Sufyanı soruşacaq. Orada isə Səfəvilər qalib gəlmişdi. Deməli B də cavab deyil. C. Şirvan və Gəncənin Osmanlı əsarətindən azad edilməsi. Bəli, bu aiddir bu dövrə. Burada da olacaq C bəndi. Daha sonra deməli 39-cu sual. Göstərilənlər aiddir. 2-ci Vaçenin xristianlığı təbliğ etməyə başlaması və 457-463-cü illərdə Sasanilər dövlətinə qarşı azadlıq hərəkatının baş verməsi. Deyir, bunlar bu iki dənə belirtdi verilənlər nəyə səbəb oldu? Ona səbəb olur ki, Sasani hökmdarı Haylandur hunlarını Vaçeyə qarşı qaldırır. Və Haylandur hunları Vaçenin üzərinə gəlir 462-ci ildə. 463-cü ildə Vaçe hakimiyyətdən əl çəkir. Burada Sasanilərin mərzbanlıq dövrü başlanır. İlk mərzbanlıq dövrü. Xristianlıqla əlaqəsi yoxdur. Bu dövlət dini elan etməsi üstəlik 313-dür. Albaniyada hakimiyyətin Sasani mərzbanlarının əlinə keçməsi. Bəli, cavab olacaq B bəndi. Məzrəklər hərəkatının yatırılması 529-da aidiyyəti yoxdur. Ərəblər həmin dövrdə ümumiyyətlə gəlməmişdi, yaranmamışdı belə ərəb dövləti. Amid döyüşündə Romalıların məğlub edilməsi nədir? Bu da yanlışdır, həmin dövrə aid deyil. Deməli yoldaşlar, burada Sasanilərlə bağlı olan testlərə diqqət edin. Bəzən belə ərəbləri atırlar. Ümumiyyətlə Sasanilərin tərkibində olan dövrdə, yəni əvvəlki dövrlərdən söhbət gedir. Yəni ərəblər gəlməmişdi. Ərəblər Azərbaycana 633-cü ildən sonrakı tarixlərdə ərəblərin adını qeyd oluna bilər. Manna dövlətinə aid olanlar İranzu tərəfindən dövlətin əsası qoyulmamışdı. Bu yanlışdır. Yəni ilk hökmdarı belə adı çəkilən ilk hökmdar Udakidir, amma o da ilk hökmdar sayılmır. Ümumiyyətlə ilk hökmdar deyə bir anlayış yoxdur Mannada. İski tayfaları ilə birlikdə Urartuya qarşı mübarizə aparması bu da yanlışdır. Çünki İski tayfaları ilə birlikdə Assuriyaya qarşı mübarizə aparmışlar. Ümumiyyətlə İski tayfaları 7-ci əsrdə gəlmişdi Mannaya 670-ci illərdə. Amma Urartunun işğalına 714-cü ildə son qoyuldu. Urartu 714-cü ildən sonra bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Midiya dövlətinin tabe edilməsi. Bu da yanlışdır. Çünki Manna hər hansı bir dövrdə Midiyanı özünə tabe etməyib. Əslində Midiya Manna dövlətinə son qoymuşdu. Ağsaqqallar Şurasının hökmdardan asılı olması doğrudur.
8-ci əsrin ikinci yarısından başlayaraq hakimiyyətin irsən keçməsi burada da oldu. İranzun dövründən 5-dən 4 olacaq. Cavab olacaq D bəndi. Daha sonra 3-cü Respublika dövründə deməli birinci yarısı deyirsə 1995-ə qədər olanı götürməliyik. Burada da ikinci yarısı deyirsə 95-dən sonra, 95-dən 99-a qədər olanı götürməliyik. 99-u daxil. Gəncənin tarixi adının bərpa edilməsi 1989-dur. Bu yanlışdır. Baxın, A-nın yanlış olduğunu bildim. Nəyi? C-ni sildim, B-ni sildim, A-nı sildim. Qaldı 2 dənə variant. 1-ə B-dir. BMT üzv qəbul olunması 92-ci ildə doğrudur. Torpaq sahəsi haqqında qanun nə vaxtdır? 96-dadır. Bu nə vaxta düşür? Bu da düşür, deməli ikinci yarısına düşür. Deməli C də yanlışdır. 1 olacaq B sadəcə. 2-yə baxırıq. NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qəbul edilməsi nə vaxtdır? 94-dür. 1994-cü ildə. Deməli 1-ə A olmaz. Burada D bəndi getdir. Cavab qalacaq Y bəndi. Konstitusiya Məhkəməsi 1998-ci ildir. 98 olduğuna görə A yanlışdır. B-ni götürürük. Bakı Subsaqəf neft kəmərinin işə başlaması 99-cu ildir. Buna da aid olacaq C. Deməli 1-ə Y bəndi olacaq. 1-ə B, 2-yə də BC olacaq. Daha sonra deməli 17-ci əsrdə Avropada iqtisadi sahədə merkantilizm siyasəti meydan gəlməsinə təsir göstərdi. Burada da müstəmləkə işğallar və ticarətin inkişaf etməsi merkantilizm siyasətindən meydan gəlməsinə səbəb oldu. Doğru cavabı müəyyən edin. Doğrular götürürük. Dərbənd əmninin yaradılması, Azərbaycanın şimalında Sasanilərin hakimiyyətinə son qoyulması. Dərbənd əmniyi 869-dur. Sasanilərin nədir? Ümumiyyətlə Sasani dövləti 651-də süqut edib. Bu ümumiyyətlə əlaqəsi gəlmir. Bu yanlışdır. Mərzban bin Məhəmmədin Azərbaycan torpaqlarının birləşməsi Salarilər dövlətləri Ərəb xilafəti arasında döyüş. Bu Salarilər yazıbı onun üçün səhvdir. Sadicələr olmalıdır. Ümumiyyətlə Mərzban bin Məhəmmədin Azərbaycan torpaqlarının birləşməsi Ərəb dövlətinə müharibə baş verməmişdir. Bir dənə Sadicələrdə ərəblərlə müharibə baş vermişdi. Yadımıza saxlayaq. 2 də yanlışdır. Baxın, qaydaya əsasən 1 ilə 2-ni sildik. Nə qalır? D ilə Y qalır. Şəhidalilər dövlətinin alanların yürüşünə məruz qalması 1061-ci illər. Fəzl bin Məhəmmədin Xudafərin körpüsünün inşa edilməsi isə 1027-dir. Bu da əlaqəsi yoxdur. 3 də yanlışdır. Cavablar Y bəndi. Təbrizin Səlcuq dövlətinə tabe olması 1066. Azərbaycan Səlcuqlar tərəfindən tutulmasının başa çatdırılması bəli doğrudur. Azərbaycan Oğuz tayfalarının axınlarının baş verməsi Bizans erməni gürcü feodallarının Azərbaycan başqalarının qarşısını alması bu da doğrudur. Cavab olacaq 4-5. 1941-ci ilin iyun ayında SSR-yə hücum etməkdə Almaniya. Burada Molotov-Ribbentrop paktının nədir şərtlərini pozdu. 1939-da bağlanmışlar ki, bir-birinə hücum etməsinlər, amma onlar pozdu. Yalta konfransı 1945-in yayıdır. 2-ci Dünya müharibəsinin sonuna həsr olmuş konfrans idi. Versal-Vaşinqton iflas etməsi Almaniya Reyn zonasına qoşun yeritdi və bu belə sistem iflas etdi. Bu 1936-dır. Millətlər Cəmiyyətinin çıxdığını bəyan etdi. Almaniya 1933-dür. İlk dəfə almanların yaşamadığı əraziləri işğal etdi. 1939-dur. Çexoslovakiya ərazisini. Daha sonra deməli 45-ci sual. 1924-cü ildə ABŞ tərəfindən hazırlanmış Davos planı nədir? ABŞ istəmirdi ki, Almaniya tamamilə zəiflənsin. Çünki Avropada güc tarazlığını belə qorumağa çalışırdı. Onun üçün Almaniyadan alınacaq təzminat vaxtının uzadılmasının tərəfdarı idi. Və cavab olacaq onun üçün Y bəndi. 46-cı sual. Uyğunluq gözlənilmişdir. Qərbi Roma İmperiyasının varlığına son qoydu. 476-dır. Amma burada 490-cı ildə yazıb. Onun üçün yanlışdır. Frank İmperatoru Böyük Karl ərəbləri məğlub etdi. Poitiers döyüşündə yanlışdır. Burada Böyük Karl yox, Kart Martel olmalıdır. 732-ci il döyüşüdür bu. Müqəddəs Roma İmperiyası meydana gəldi 962. V-dən müqaviləsinin nəticəsində yanlışdır. V-dən 843-dür. Roma İmperiyası meydana gəlməsi 962. Bu da uyğun gəlmir. Bizans Böyük Səlcuq dövlətləri arasında müqavilə imzalamışdı. 11-ci əsrin 70-ci illərində Malazgirt döyüşündən sonra doğrudur. Cavab olacaq D bəndi. Kordova xilafəti mübarizə aparmışdı. Bizans İmperatoru Justinian. Bu da yanlışdır. Kordova xilafəti 750-ci illərdə yaranmışdı. Justinian isə demişdi ki, 550-ci illər kimi hakimiyyət dövrünü yadınızda saxlayın. Əgər dəqiq illər 527-565-dir, dəqiq illərin yadınızda saxlaya bilmirsinizsə, 550-ci illər kimi yadınızda saxlayın. Bunlara da uyğun gəlmək üçün cavab olacaq D bəndi. 47-ci sual. Xəritədə ulduzla işarələnmiş dövlətlərin tarixində 18-ci əsrin 20-ci illəri, 1720-ci illəri söhbət kimdən gedir? Rusiya və Osmanlıdan gedir. Azərbaycan torpaqlarının işğal edilməsi. Burada da Səfəvilər dövlətlərinin ərazilərinin işğal edilməsi 1124-cü ildə İstanbul müqaviləsinə əsasən
Xəzər sahil torpaqları ruslar, digər Azərbaycan torpaqlarının böyük hissəsini isə Osmanlılar işğal etmişdi. Daha sonra 48-ci sual. Xəzər dənizində hərbi donanma yaradılmasına əsas rol oynamışdır. Demişik ki, Azərbaycan tarixində Xəzər dənizində ilk dəfə hərbi donanma yaratmışdı AXC. Nədir? Salari hökmdarı Məcburi bir Məhəmməd ticarət donanması yaratmışdı. Nadir Şah hərbi donanma yaratmaq istəmişdi, amma yarada bilməmişdi. Amma ilk dəfə AXC dövründə yaranmışdı və AXC də İngiltərənin Xəzərdəki donanmasının bir hissəsini istifadə edərək bu donanmanı yaratmışdı. Cavab onun üçün Y bəndi. Daha sonra 49-cu sual. Qızıl Ordu dövlətinin əsası qoyuldu. 1200 təxminən 43-cü ildə Batxan tərəfindən əsası qoyulmuşdu. 13-cü əsrin sonu 14-cü əsrin əvvəli yanlışdır. Hülaçu xanın Azərbaycanı işğal etməsi yanlışdır. Bu 1256-58-dir. Onun qurultayı 1206-dır. Bu Böyük Monqol dövlətinə aiddir. Abbasi xilafətinin varlığından son qoyulması nəticəsində Hülaçu dövləti yaranmışdır. 1258-dir. Bu da yanlışdır. Monqolların qərbə doğru yürüşləri nəticəsində cavab olacaq Y bəndi. 50-ci sual. Şimali Azərbaycan Demokratik Hərəkatın 1905-1907-ci illər dövrünə aid səciyyəvi xüsusiyyətləri müəyyən edin. Deməli, müxtəlif tələbinin irəli sürülməsi var idi. Milli siyasi partiya və təşkilatların formalaşması, bu da doğrudur. Cavab olaraq 1-dən 2. Deməli, müxtəlif tələb irəli sürülən, məsələn, partiyalardan kimi deyə bilərik? Qeyrət partiyası deyir ki, Azərbaycanın müxtəlif versin, Rusiya Federativ Respublika olsun. Həmçinin bu dövrdə milli partiya və təşkilatlar da artıq yaranırdı. 1-dən 2 olacaq, cavab olacaq A bəndi. İlk ümumi tətil, deməli, 1903-dür, düşmür. Azərbaycan milləti ifadəsinin işlədilməsi 1891-dir, Kəşkül qəzetində. Milli Azadlıq Hərəkatının əsas qoyulması 1875 götürülür. Uyğun gəlmə cavab olacaq 1-2. 51-ci sual. Ehdəzlər dövləti mövcudluğu dövrünə uyğun gəlir. 1136-dan 1225-ə kimi. Qazan xan məhkəmə rabitə icraatından keçməsi 1290-cı illərdir, 95 və yaxud da 1300-cü illərdir. Onların konkret illəri yoxdur. Amma bilirik ki, bu dövrdə Eldənizlər dövləti yox idi artıq. Azərbaycan əhalisindən gec vergi alınması 3-7-ci əsrlər Sasanilər dövründə idi. Bu dövrdə də yox idi. Şərqə doğru baş vermiş xaç yürüşlərin sona çatması, xaç yürüşləri 13-cü əsrin sonlarında sona çatmışdı. Bu da yəni 1290-cı illərə təsadüf edir. Bu da yanlışdır. Terek döyüşündə Teymurilərin qalib gəlməsi 1395-dir. Bu da aiddir 14-cü əsrdə. Böyük Monqol dövlətinin yaranması, bəli, 1206-da Böyük Monqol dövləti yaranmışdı. Bu dövrə aiddir. Həmçinin deyir ki, Eldənizlər dövlətinin artıq tənəzzül dövründə Monqolların da yürüşünə məruz qalmışdı 1220 və 22-ci illərdə. 52. Mezolit dövrü yeniliklərində Neolit dövründə davam etdirilməsi nəticəsində istehsal təsərrüfatı formalaşırdı. Bu tam formalaşması Neolit dövründə başa çatdığı üçün bunu götürmür. Mezolit dövrü yeniliklərinə aid deyil bu. Müxtəlif heyvanların əhəlləşdirilməsi, bəli, bu olacaq. Metaldan məişət əşyaları hazırlanır, bu heç birinə aid deyil. Deməli, biri çıxsaq, biri çıxdıq, 2 cavabımız olacaq. 2 ilə başlayacaq, bir dənə variant var, 2-4 olacaq. Qəbilə qadınların mövqeyi güclü idi, bəli. Bu da oxşardır, həmçinin ki, daha da artmışdı, belə deyək, daha da inkişaf etmişdi. Əkinçilikdə qoşqa heyvanlarından istifadədə Erkən Tunc dövrünə aid olduğu üçün 5-də yanlışdır. Xronoloji ardıcıllıq, Ərəb xilafəti meydana gəlməsi 630, Dannənkan döyüşü 1040, Ərəblərin Qərbi Avropa yürüşlərinin qarşısının alınması 732, Fatih döyüşü. Demək olacaq 1, 3, 2. Daha sonra 54-cü sual. Böyük Britaniya 20-ci əsrin əvvəllərində Fransanın Mərakeşdə hakimiyyəti tanıdı 1904. Deməli, bu 1904 olacaq. Daha sonra Cənubi Afrikanın işğalını başa çatdırması da 1902 olacaq. Cavabımız nə olacaq? 1-dən 2 olacaq. Deməli, Cənubi Saxan və Mançuriyada şərtsiz aralığa nail oldu. Bu aiddir. Bu Portsmut sülhünə Yaponiya aid idi. Hindistan uğrunda Portsmut sülhü də 1905-ci ildə idi, onu da deyək. 20-ci əsrin əvvəllərinə aiddir, amma Yaponiya tarixinə aiddir. İngiltərəyə aidiyyəti yoxdur. Hindistan uğrunda mübarizəyə başladı. Bu da ki, 18-ci əsrin sonlarına, 2-ci yarısına aiddir. 20-ci əsrin əvvəllərinə aiddir. Cavab olacaq 1-2 burada. 55-ci sual. Eramızdan əvvəl 3-cü əsrə aiddir. Atropatena dövlətinin Selevkilərinin işğal altında olması. Bəli, bu aiddir. 223-cü ildən 190-a qədər olmuşdur. Cavabımızın biri 1-dir. Karfagenin Romanın əyalətinə çevrilməsi 146-dır. Eramızdan əvvəldən söhbət gedir. Bu da yanlışdır.
Alan tayfalarının Albaniya ərazisinə hücumların başlanması 1-ci, 3-cü əsrlərdə Alan yürüşləri, ən intensiv yürüşləri isə 72-74-dür deyirik. Bu da aiddir. Eramızdan əvvəl 3-cü əsr soruşur. Hindistanın vahid dövlətə birləşməsi, bəli, Aşokan dövrü. Cavab olacaq nə? 1 ilə 4 olacaq. Daha sonra 56-cı sual. Azərbaycan 1-ci və 2-ci Respublika tarixinə aid oxşar xüsusiyyətlər. Konstitusiya 1-ci Respublikada yoxdur, yanlışdır. Daha sonra Gürcüstanın Azərbaycana qarşı ərazi iddialarının olması, bəli, hər iki dövrdə var idi. Torpaqların kəndlərə pulsuz paylanması AXC-də yox idi. Bu aid deyil ümumiyyətlə. Həmçinin Azərbaycan SSR-də də yox idi torpaqların kəndlərə pulsuz paylanması. Latın qrafikalı əlifbaya keçirilməsi AXC-də yox idi. Daha sonra burada olacaq bir də 5. Tədrisdə Azərbaycan dilindən istifadə edilməsi. Bəli, hər iki dövrdə tədrisdə Azərbaycan dilindən istifadə edilmişdir. Cavab olacaq 2 ilə 5. 57-ci sual. Uyğunluğu müəyyən edin. Türkiyə Respublikası soyuq müharibə. Soyuq müharibəni yazırıq 1946-dan 90-a qədər olan dövrü. Mütləq belə illəri yazın ki, biləsiniz ki, nəyi axtarırsınız. Və Türkiyə, Böyük Britaniya. Truman doktrinası 1947-dir. Türkiyəyə aid idi. Doğrudur. Bu biri olacaq A. Brexit planı ümumiyyətlə yanlışdır. Çünki Brexit planı 2020-dir. 2020-də soyuq müharibə artıq yox idi. Amma Böyük Britaniyaya aiddir. Amma bizdən soyuq müharibə soruşduğu üçün B-ni götürənmək variantı. Falkland adalarının sahib yolunda mübarizə Böyük Britaniyaya aid. Argentinada 1982-ci ildə o soyuq müharibə dövrünə düşür. C oldu 2-yə. Yunanistanın Enoğlu siyasətinə qarşı Kiprə qoşun yeritməsi Türkiyəyə aiddir. Bu deməli düşəcək 1974-cü ilə aiddir və soyuq müharibə dövrünə düşür. Montenegro konfransı Türkiyəyə aid olsa da 1936-cı ildə olduğu üçün Montenegro konfransı bunu biz soyuq müharibəyə aid edə bilmərik. Sonra 7 heç birinə aiddir. Baxın, bu tipli testlərdən düşəcək. Baxın, açıq tipli testlərdən verirlər bu formada. Onun üçün bu dövrləri dəqiq öyrənmək lazımdır illəri ki, təxminən biləsiniz. Baxın, siz bunu 1936 yox, 32-33-də bilsəniz Y bəndindən söhbət gedir. Yenə yazmayacaqsınız. Biləcəksiniz ki, 46-dan sonra deyil də. Yəni konkret nəyi öyrənə bilmirsinizsə də, öyrənin ki, məsələn 35-36-cı illərdə. Amma çox yaxşı olar ki, xronologiyanı, bu hissənin xronologiyasını tam öyrənin. Çünki xronoloji sualda düşə bilər 1-2 dənə. Deməli, burada baxın, B İngiltərə Böyük Britaniyaya aid idi. İli uyğun gəlmədiyi üçün götürmədik. Montenegro da Türkiyəyə aid olsa da ili uyğun gəlmədiyi üçün götürmədik. Deməli, daha sonra burada deməli mənbə sualı. 19-cu əsrin əvvəllərində Qacarlar dövlətinin Cənubi Qafqaz ərazi iddiaları Çar hökumətini əsaslı addımlar atmağa məcbur etdi. Şərqi Gürcüstanın işğal edilməsi ilə Azərbaycan Qazax Borçalı ərazilərinə keçən Rusiya diqqəti Azərbaycan camaatlarına yönəltdi. Bölgənin coğrafi mövqeyi xüsusi əhəmiyyəti daşıyırdı, lakin yerli əhali və dağlıq xalqların birgə müqaviməti buranın işğalını çətinləşdirirdi. Yəni bu 1801-ci ildən sonra belə başladı Azərbaycan ərazilərini tutmağa, Qazax, Borçalı, Pənbəş, Loru. Daha sonra hansı ki Çar Balakəni tutmaq istədilər. Baxın, həmin hadisələri soruşur. Qanıq çayı sahilində döyüşdən sonra komandanlığı yerli əhali ilə razılaşmaq qərarına gəldi. Tərəflər arasında imzalanmış sənəd ilə camaatlıq Rusiyanın himayəsi altına keçdi. Yəni Çar Balakən camaatlığı antlı öhdəlikləri Rusiyanın himayəsi altına keçirdi. Bununla da Rusiyanın Azərbaycan çaylarına doğru irəliləməsinə mühüm addım atıldı. Yəni Çar Balakən bir növ Rusiya tərəfindən tutuldu. 58. Mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalının sürətlərinin əsas amili yazın. Bir də amil vahid dövlətin olmaması vəssalam. Yəni əsas amil soruşur. Bunu yaza bilərsiniz. Vahid dövlətin olmaması. 59. Mətndə bəhs olunan sənədin şərtlərindən ikisini yazın. Məsələn, ikisindən biri Çar Balakən ərazisində xərac verməli idi, girovlar verməli idi və Çar Balakən ərazisində Rus qanuncunu yerləşdirməli idi. Daha sonra 60-cı sual. Bəhs olunan dövrdə Qacarlar dövlətinin Rusiyanın işğalçı hərəkətinə keçirməyə vadar edən mətndə verilməyən addımını yazın. Burada əsas addım nə idi? Əsas məsələ 1801-ci ildə Qacarlarla İngiltərənin müqavilə bağlanması idi və həmçinin əlavə olaraq deyirik ki, Kaxetiya şahzadələri və Azərbaycan xanlıqlarından Qacarların əlaqələr yaratması idi.